Valideynlərini görməzdən gəlirsən, Allahı da görməzdən gəlirsən. Sonra da adama deyirlər ki, mənə Allahı göstər yine. Əzizim, sən körsən, sənə neyi göstərim? Ağ göstərsəm də görməyəcəksən, qara göstərsəm də görməyəcəksən. Sənin körlüğünü müalicə eləmək lazımdır. Ona görə valideynlərə özəl sayğı ritualı, tələbi bu gözün müalicəsi üçündür, qəlbin müalicəsi üçündür. Sən valideynləri və xidmətdə qüsurlu evlad olursansa, sən həqiqətdən uzaqlaşırsan. Bir də bir məqam var ki, günlərin bir günü ayılanda, həqiqətə ayılanda görəcəyin şeylər səni bərk yandıra bilər. O yandıracaq şeylərdən birisi də o sənin naşükürlüyün olacaq. Valideynlərə qarşı, bir də Allaha qarşı. Sən ən çoxunu, cəhənnəmin alovu naşükürlükdən yaranan alovdur. İnsan özünü öldürmək istəyir orada. Ki, mən niyə bu qədər axmaq oldum ki? Mənə iynə mi vurdular, məni belə axmaq eləmişdilər? Bu qədər hətta pişiyim belə gəlib mənə sığallayırdı. Mənə məhəbbət verirdi. İtim belə quyruğum bulaya-bulaya gəlib mənə məhəbbət verirdi. Mən onları belə görməzdən gəlirdim. Çünki beynimdə fiks idi ki, mən bunu eləmişəm, özüm nail olmuşam. İnsan tək başına deyil. Ona görə Quranda da deyilir ki, bizi doğru yola yönəldi Fatiha surəsində. Çünki sən tək deyilsən, sən həmişə bizsən. Sən bir ailədəsənsə, anavın namazı, atavın namazı səni çətir kimi qoruyur. Olan xeyir işləri. Eyni zamanda sənin gördüyün pis işlər də o ailəyə bəla gətirir. Siz bir zəncirdəsiniz. Və sonuçta bu ailələr də birləşib xalqın zəncirini yaradır. Xalq pis yaşayırsa, o xalqın başına bəla gələcək. Müharibələr gələcək o xalqın başına. Xalq yanlış texnologiyalarla yaşayırsa, əxlaqsız texnologiyalarla yaşayırsa, rüşvətxorluqda, yerribazlıqda batıbsa, o xalqın başına bəla gələcək.